Universal aşbaz nə deməkdir? Səhər yeməyini bil, çörək bişirməyi bacar, Avropa yeməyini də, milli mətbəxdən də xəbərin olsun. Manqalı da bil, salatları da, supları da. Qısacası, sanki sən tək başına 5 nəfərlik briqadasan. Və bu qədər şey üçün nə təklif olunur? Sənə təklif olunan ən yaxşı məbləğ, ən yaxşı halda cəmisi 50 manat. Hətta elə yerlər var ki, 35 manat təklif edirlər. Çox vaxt ayın sonunda cibinə baxıb deyirsən, bəlkə mən özümü aldadıram. Sən əvvəlcə zəng edirsən və ya sənə yazırlar. İlk suallar belə olur. Haralarda çalışmısan? Kimlərlə çalışmısan? Əlinin qabiliyyəti nədir? Videolar və ya şəkillər varsa göstər. Biraz da irəli gedək. 3 gün test prosesi gedir. Bu 3 gündə həm sən işə baxırsan, həm də müdiriyyət sənin işinə bax. Əgər müdiriyyətin standartlarına cavab verirsənsə və ya sənin işin şefi qane edirsə və həmçinin iş və kollektiv sənin ürəyincədirsə, Allah xeyir versin, qalıb işləyə bilərsən. Əgər bir restoranda şef kimi işə başlamısansa, müdiriyyətin səndən tələbləri nə ola bilər? Sözün açığı bəzən heç özləri də bilmir. Amma öz təxəyyüllərindəki ideal mətbəxin qurulmasını səndən tələb edirlər.